30-cu illərdən başlayaraq, yəni Sovet dövründə bu bitkilər Azərbaycana gətirildi və ən çox da bizim bölgənin iqliminə uyğun olduğu üçün burada yetişdirməyə başladılar. Demək olar ki, o dövrdə Astaraın bütün kəndlərini əhatə edirdi. Yəni Aran kəndləri bütöv əhatə edirdi, Dağətəy kəndləri də, Lənkəranın da bir qismini yəni bu yetişdirirdilər. O dövrdə demək olar ki, SSR-nin konserv sənayesi üçün əsas xammal buradan gedirdi. Yəni bu gedirdi. Bizim kəndimizdə 20 hektara yaxın bu vaxt Dəfnəyi adlanan Dəfnə bağları vardı. Bir də bütün fərqdə bu görürsünüz bu hasar görürsünüz burada bütün hasarlar belə idi. Bu şəkildə yaşıl yəni o vaxt daş hasarlardan istifadə olunmurdu və bu vaxt Dəfnə bitkisindən həm qonşular arasında, həm də küçə arasında olan çəpərlər hamısı Dəfnədən idi. Bu da yaşıllığın da, yəni həm yaşıllığın artmasına səbəb olmuşdu, yəni yaşıllıq artmışdı, həm də ki, deməli bu insanlar bundan əlavə gəlir əldə edirdilər. Yəni o vaxt qurudurdular, yəni kostarisiyalar qurudaraq təhvil verirdilər. Yəni kilosunu 1 manatdan, 2 manatdan, yəni əlavə bir qazanc əldə edirdilər. Bugün də bunu eləmək olar. Mən neçə illərdir bunu çalışıram ki, yəni kəndlərdə, rayonlarda yəni yerlərin açılması, elə bu insanların fərdi sahibkarlarla məşğul olması üçün gözəl bir şərait var. Bugün əgər biz bunu dövlət qarantiyası ilə, dövlət dəstəyi ilə bu işlə məşğul ola bilsək, yəni Euro standart ala bilsək, yaşıl sertifikat ala bilsək, biz bunu xarici bazarlara çıxara bilərik və həmin xarici bazarlarda bugün ən aşağı qiyməti 7-8 Eurodan sata bilərik. Kiloqram. Bəli, kiloqram sata bilərik. Dünyada ümumiyyətlə bundan nə kimi istifadə olunur? Dünyada bundan geniş istifadə olunan bir bitkidir. Yəni Dəfnə bitkisi əvvəllərlə fikirləşirlər yalnız bunu konserv üçün, amma bugün tibbdə istifadə olunur, parfümeriya sənayesində, ətriyyat sənayesində istifadə olunur. Müxtəlif məsələn sənayelərdə, hətta qənnadı sənayesində istifadə olunur. Müxtəlif sənayelərdə geniş istifadə olunan bir bitkidir. Dünyada buna böyük bir tələbat var. Yəni insanlar hətta görürük ki, biz topdan satış qiymətini deyirik o qiymətə. Hətta elə yerlər var ki, biz saytlarda görürük ki, bunun kiloqramı 20 evro, 30 evro, hətta 40 evro. Mən Avropanın bir çox ölkələrində müraciət eləmişdim orada yaşayan Azərbaycanlılara. Onlar gedib marketlərdən şəkil çəkib göndərirlər mənə ki, məsələn bunun qiyməti 100 qramlıq suvenir şüşədə 10 evro, 12 evro, 100 qramlıq şüşədə. Bu da ümumi qiymətə varanda bu görürsünüz hara çıxır. Yəni əgər biz bunu dövlət dəstəyi ilə bu işi təşkil edə bilsək, 100 minlərlə insanın işlə təmin olunması deməkdir. Yəni öz evində öz çörəyini qazana bilər. Yenidən yaşıllıqlar artacaq, ekoloji vəziyyət daha da yaxşılaşacaq, oksigen artacaq. Yəni bu geniş bir şeydir ki, insanlar buna məşğul ola bilərlər. Sovet dövründə bizim bu həyəti görürsən, bu evin qabağı, bu evin onda köhnə evlərdir, evin arxası, həyətlər hamısı dəfnə ağacı idi. O vaxtı biz onu dərərdik, qurudardik, məsələn tütün kimi hesab elə. O vaxtı belə idi. Onun kilosunu 80 köpüyə, 1 manata satardı, qurusunu. İndi cəmaət hamısı nə ki, bu çəpərlərin dibində. Tutaq ki, mən bir dənə sahə götürsəm, 5 hektar, 10 hektar, əksəm kimə onu təhvil verərəm? Emal müəssisəsi yoxdur. Yoxdur. Yoxdur da bizdə emal ümumiyyətlə nə sitrusa, nə heç birində yoxdur. O dövrdə necə idi? Burada onun O vaxtı hardasa Cəlilabadda vardı, Cəlilabadda o vaxtı şex vardı, bilmirəm orada, ya zabit vardı, təqribi düşür yadıma. Məsələn, gəlib buradan aparırlar, götürüb, burada nəqd bizim pulumuzu ödəyirlər, məsələn, aparırlar. İndi xaricə də ixrac olunur. Xaricə çox, indi yoxdur da. Əhəmiyyətlidir bitki, çünki tərkibində taninlər var, tərkibində terpenlər var, flavonoidlər var ki, hansılar ki, orqanizmin ümumiyyətlə təmizlənməsində, xüsusilə qaraciyərin təmizlənməsində, orqanizmdə zərərli maddələrin çıxarılmasında, böyrəklərin fəaliyyətində, hansılar ki, böyrəklərin fəaliyyətində zəifləmə baş verəndə ki, orada azot birləşmələri çıxır, onların təmizlənməsində, şəkər xəstəliyində, diabetdə şəkərin aşağı salınmasında, yəni hər gün əgər 2 dəfə, 3 dəfə dəfnə yarpağından dəmləmələr içəndə şəkər miqdarını aşağı salır. Həmçinin tənəffüs üzvlərində də bəlğəm yığılanda, bəlğəmin çıxarılmasında, xüsusilə iltihab proseslərində onun çox böyük əhəmiyyəti vardır. Dəfnə ağacı özü həm Avropada çox, həm də deməli yaxın şərqdə çox dəyərli ağac kimi, qiymətli ağac kimi nəyə görə deməli hesab olunur da, həmçinin yaşıl ağac olaraq dəfnənin yarpaqlarından adətən Olimpiya oyunlarında çələnglər
dəfnə yarpağından verilirdi. Yəni bu əbədiyyət, qələbə rəmzi kimi hesab olunurdu. Həmçinin şahlar da özlərinə çələng görəndə, yəqin qədimi şəkillərdə görürsünüz, orada dəfnə yarpağından çələnglər hesab olunurdu. Dəfnə yarpağının bir xüsusiyyəti də odur ki, o qoruyucu